Salam uşaqlar. Bugünkü mövzumuzda ədədin bölənləri və bölünənləridir. Ədədin bölənləri və bölünənləri mövzusunda bugün toxunduğumuz mövzular tək ədədlər, mürəkkəb ədəd, tək ədədlər, cüt ədədlər, mürəkkəb ədədlər, sadə ədədlər və bölənləri və bölünənləri. Gəlin bu haqqda danışaq. Gəlin ilk növbədə bölən və bölünən anlayışını yadınıza salaq. Deməli, bölən nə idi? Bölən bölmə əməliyyatında bölünənin neçə hissəyə bölündüyünü göstərən ədəd. Burada 18, 6 hissəyə bölünür. Burada bölən. Bölünən nə idi? Deməli, bölünən isə bölmə əməliyyatında bölünən ədəd idi. Bu da yadımızdadır. Gəlin indi 4-cü sinifdə, yəni əvvəlki siniflərdə öyrəndiyimiz tək, cüt, sadə və mürəkkəb ədədləri haqqında nələr bilirdik, onları yadımıza salaq ilk növbədə. Deməli, tək və cüt ədədlər, ikiyə bölünməyən ədədlər tək ədədlərdir, ikiyə bölünən ədədlər isə cüt ədədlər adlanırdı. Yəni, içinin misilləri olanlar. Burada görürsünüz ki, 1, 3, 5, 7, 9 və bunun kimi davam edir. Ədədlər, tək ədədlər, cüt ədədlər isə ikiyə qalıqsız bölünən ədədlərdir. Bir də bir şey, əgər əlinizdə hər hansı bir tək ədəd varsa, onun üzərinə 2 gəlsəz və hər zaman tək ədəd almış olursunuz. Yəni, növbəti addımdakı tək ədəd. Bax, 1-in üzərinə 2 gəldiniz, növbəti tək ədəd 3-dür. 3-ün üzərinə 2 gəldiniz, növbəti tək ədəd 5-dir. Və bu hər zaman davam edir. Niyə görə? Çünki 3 də 1 plus 2-dir və üzərinə 2 gəldik, 5 eləyir də. Bu da 2-yə bölünür, bu da 2-yə bölünür. Amma hər zaman bir qalıq qalır. Ona görə də tək ədədlər 2-yə bölünməyən ədədlərdir. İndi isə sadə və mürəkkəb ədədlər haqqında danışaq. Yəni, yadınıza salaq daha doğrusu. Deməli, sadə ədədlər, yadınıza salaq ki, biz bilirik ki, yalnız birə və özünə bölünən ədədlər sadə ədədlər adlanırdı. Necə ki, biz baxaq, bölənlərinə dedik, bölənlər. 2-nin böləni 1 və 2-dir. Onu 3-ə falan bölmək olmur. 3-ün böləni 1 və 3-dür. 5-in böləni 1 və 5-dir. Bütün ədədlərin onsuz da bölən olaraq 1 böləni var. Yəni, 1 bütün ədədlərin bölənidir. Qeyri-şərtsiz. Onda və əlavə olaraq özü də bölən sayılırsa, ədədin özü də bölən sayılırsa, deməli, həmin ədədlər sadə ədədlər adlanır. Sonra mürəkkəb ədədlər. 2-dən çox bölən olan ədədlər. 2-dən çox bölən olan ədədlər, fikir versəz, burada da, yəni 4-ün böləni 1 ola bilər, 2-yə bölünə bilər, 4-ü 2-yə böldükdə 2 almış oluruq, 4-ü 4-ə də bölmüş oluruq. Yəni, özü var, 1 var, amma əlavə 2 var. 6 da, 6-nı da bilirik ki, 6 1-ə, 2-yə, hətta 3-ə və 6-ya bölünür. Ədədin özü və 1-dən əlavə olaraq 2 və 3 rəqəmləri vardır. 9 ədəd. 9 ədədi 1-ə, 3-ə və 9-a bölünə bilir. Deməli, ədədin özündən əlavə bir 3 ədədi də, yəni 3-ə də bölünəni varsa, 3-ə də bölünür. Bunu da yaddan çıxartmamaq lazımdır ki, 1 nə sadədir, nə mürəkkəb. Çünki 1-in özünə bölünə bilir, 1 olur. Amma 1-in bölənləri də yoxdur. 1 hamısına bölünür deyə, 1 nə sadə sayılır, nə mürəkkəb sayılır. Olduğu kimi qalır. Bunu yadda saxlayaq. Harada bir görsək, yadımıza saxlayaq ki, 1 nə sadə deyil, nə də mürəkkəb deyil. Deməli, biz bugün burada sadə ədədlərdən nə dedik? 1 nə sadədir, nə mürəkkəb. Bunu yadda saxlayaq. Eyni zamanda da bunu yadda saxlayaq ki, 2 fikir verdinizsə, 2 sadə ədəddir. Nəyə görə? 2-nin bölənləri 1 və 2-dir. Yəni, 2 1-ə bölünür və qismətdə 2 alınırsa, 2 2-yə bölünür, qismətdə də 1 almış oluruq. Ona görə də 2 sadə ədəddir. Bunu yadda saxlayaq. Gəlin indi isə bölən və bölünəndən danışmışdıq. Bölən və bölünənin tapılması haqqında danışaq. Yəni, bölən və bölünəni necə tapa bilərik? Bu haqda danışaq. Yəni, ilk növbədə mən sizə 2 dənə rəqəm verim. Yəni, 2 dənə rəqəm yazaq. Məsəl üçün, biri 12 olsun, biri də 36 olsun. Və həmin ədədlərin biz bölən və bölünənlərini tapaq görək, bölünən və bölünənlərini necə tapa bilərik? Gəlin, baxaq. Deməli, ilk növbədə bölənlərin tapılması. Ədədin bölənlərini tapmaq üçün ilk növbədə ədədi qeyd edirik və həmin ədədi 1-dən başlayaraq, niyə 1-dən başlayırıq? Çünki bilirik ki, bölmə xassəsinə əsasən 0-a bölmə yoxdur. 1-dən başlayaraq bölə-bölə gedirik. Yəni, 12-ni 1-ə bölək ilk növbədə. Deməli, 12 12 bölünsün 1 bərabərdir. 12 bölünsün 2 bərabərdir. 12 1-ə bölünür, qalıqsız. Çünki bilirik ki, 12 bütün ədədlər bölünür. 12 2-yə bölünür, çünki cüt ədəddir. 12 3-ə bölünür, çünki biz bölmə əlamətləri haqqında öyrənmişik. Bölmə əlamətlərində
Hamısı vardır. 12'nin deməli rəqəmlərinin cəmi 3-ə bölündüyü üçün 12 3-ə bölünür. Bir dəqiqə. 12 3-ə bölünür. 12 4-ə bölünür. Belə gedək. İndi baxın. Burada fikir versəz. Deməli 12 1-ə böldük, 12 aldıq. 12-ni 2-yə böldük, 6 aldıq. 12-yi 3-ə böldük, 4 aldıq. Və 12-ni 4-ə bölmüşdük, 3 aldıq. Bu zaman dayanır. Yəni nə etdik? Biz bölənləri 1 1 1 2 3 artırdıq. Sonra bir vahid artırıb 4-ə bölmüşdüm, 3 aldıq. Mən zaten onsuz da 3 almışdım. Əgər təkrarlanma varsa, burada fikir verirsiniz, təkrarlanma varsa, həmin an bölməni dayandırırıq. Deməli, bütün bölənlərini tapdıq. Bütün bölənlərini necə tapırdıq? Burada qeyd etdim ki, deməli, bütün bölənləri həm bir dəqiqə, bütün bölənləri 12, 6, 4, 12, 2, 3'dür. Deməli, 12 oldu. Aha, baxın. 12, 6 və 4, 1, 2, 3 və 4'dür. Bu qədər. Deməli, niyə görə? Çünki 12-ni 1-ə böldükdə 12 alınırsa, böləni 1-dirsə, 12-nin böləni eyni zamanda 12-dir. Böləni 2-dirsə, eyni zamanda 6-dır. Yəni biz burada bütün bölənlərini tapmış olduq. Eyni şəkildə gəlin 36-ya baxaq. 36 bölünsün. Deməli, 1-dən başlayırıq. Burada gördüyünüz kimi. 1-ə bölünür. 36-nı yazdıq, 36. Burada həmişə bölənlərini tapdıqda bölmə əlamətlərindən istifadə edirik. Deməli, 36-nı böldük. 36 2-yə bölünürmü? Qalıqsız söhbət, qalıqsız bölmədən gedir. 36-nı 2-yə bölünürmü? Bölünür, çünki cüt ədəddir. 36 3-ə bölünürmü? Bölünür. Rəqəmlərin cəmi 9 3-ə bölündüyü üçün 36 da 3-ə bölünmüş olur. 36 4-ə bölünürmü? 36 4-ə bölünür. Və 36-nı 2-yə böldükdə almış oluruq. Deməli, 36-nı 1-ə böldükdə 36 almış oluruq. 36-nı 2-yə böldükdə 18 alırıq. 36-nı 3-ə böldükdə 12 alırıq. 36-nı 4-ə böldükdə 9 almış oluruq. İndi bilirik ki, 36 5-ə bölünmür. 36 amma 6-ya bölünə bilər. 36 bölünsün 6. 36 7-yə bölünə bilərmi? Xeyr. 36 8-ə bölünə bilərmi? Xeyr. 9-a bölünürmü? Yox. Bir yoxlaya bilərik əslində. Amma bunun da cavabını yazaq. 36-nı 6-ya böləndə 6 almış olur. Sonra 36 7-yə bölünmürdü, 8-ə bölünmürdü. Amma 36 9-a böldükdə, bunu da buradan yazsaq istəsəz, 36 yerimiz belə yazaq burada. 36 9-a böldükdə cavab 4 almış oluruq. Baxın, ucu təkrarlandı. Təkrarlanma nəyi nəzərdə tuturam? Yəni 36-nın böləni 4-ə bölünmüş, aldıq 9-u. İndi 9-u bir də 9-a 36-nı 9-a böləndə bölənlərdən, ilk bölənlərdən hər hansı birini alırıqsa, dayanmış oluruq. Yəni burada dayandıq biz. Və ondan sonra yoxlamırıq. Yəni 9-dan sonra 12-ni də yoxlaya bilərdik. Artıq ehtiyac yoxdur. Deməli, indi burada nəzərə alırıq. Dayandığımız nöqtədə baxırıq. Nə idi? Bayaq baxdığımız kimi. Deməli, 36-nın bölənləri belə şey deyək. 36-nın bölənlərinə 1, 2, 3, 4 və 6 daxildir. 4 də təkrarlandı. Digər bölənləri isə 36, 18, 12-dir və 9. Deməli, bu hissə və bu hissəni bölənlər kimi götürürük və bütün bölənlərini tapmış oluruq. Burada gördüyünüz kimi indi ekranı təmizlədik və burada baxdıq ki, deməli 12-nin bölənləri, bütün bölənlərini tapdıq. 12-nin bütün bölənləri. İndi isə 36-nın bütün bölənlərini tapdıq. İndi isə bölünənlərə baxaq. Bölünən nədir? Bölünən fikir verdiksə, bölünən deyirsə 12-nin bölünənləri. Onda 12 burada bölən rolunu oynayır. Yəni hər hansı bir x ədədi var və 12-yə bölünür tam şəkildə və müəyyən bir y ədəd almış olur. Onda bu x-i 12-yə böldükdə y alır. Deməli, x 12-nin misilləridir. Yəni 12-nin üzərinə ilk növbədə, yəni bir dənə 12, yaxud da 12 üzərində 12, yaxud da 3 dənə 12-nin cəmi, 4 dənə 12-nin cəmi və kimi x misilləridir. Onda başlayırıq 1-dən başlamaqla, yenə bayaqçı kimi. Bax necə 1-dən başlayıb bölürdüksə, indi isə 1-dən başlayaraq vurmağa başlayırıq. 12-ni 1-dən başlayaraq vurmağa başlayırıq. Deməli, 12 vurulsun 1 eləyir 12. 12 vurulsun, burada 2 varsa, 12 vurulsun 2, bir dəqiqə şey eləyir. Gözləyin.
Deməli 12 vurulsun, burada 1 varsa 12 vurulsun 1, 12. 12 vurulsun 2, daha sonra 2 gəlir. 24. 12 vurulsun 3, 36. 12 vurulsun 4, 48. Və bu şəkildə davam edir. 12 vurulsun 5, 60. 12 vurulsun 6, 72. Və bu belə sonsuzluğa qədər davam edə bilər. Bu da bölənlərinin tapılmasıdır. Bu gün deməli bir bölənin və bölünən və bölən haqqında danışdıq. Bölünən və bölənlərin tapılması haqqında danışdıq. Gəlin indi nəyi yoxlayaq? Biz eyni zamanda sadə ədədlər haqqında da danışdıq. İndi sadə ədədlər danışmışıqsa fikir verin, bölənlər var burada. Bölənlərin içində sadə ədədlər hansılardır, onlara baxaq. Deməli, bölənlərin içində sadə ədədlər, bir nə sadədir, nə mürəkkəb, amma 2 sadədir, 3 də sadədir. 12, 6, 4 mürəkkəb ədədlərdir. 36-nın bölənlərindən bir nə sadə, nə mürəkkəb. 2 sadə ədəddir, 3 sadə ədəddir, 4 və 6 sadə deyil. 36, 18, 12, 9, 6. Heç biri sadə ədəd deyildir. Deməli, 2, 3 sadə ədədlərdir. Bu da sadə olan bölənlər adlanır. Bunu da yadda saxlayaq. Deməli, bugünkü dərsimizdə biz ədədin bölənlər və bölünənlər haqqında danışdıq. Bölən və bölünənin təriflərindən danışdıq. Daha sonra isə sadə, mürəkkəb ədədlər, tək və küt ədədlər haqqında danışdıq. Yadımıza saldıq. Daha sonra ədədin bölənlərinin tapılması və bölünənlərinin tapılması haqqında danışdım. Deməli, əgər bundan sonra əgər hər hansı bir sualınız varsa, riyaziyyatın hər hansı bir bölməsi sinifdən asılı olmayaraq sevə-sevə sizə köməklik edərəm. Yorum hissəsinə qeyd edərsiniz və mən də həmin sualı cavablandırmağa çalışaram. Və yaxud da istədiyiniz hər hansı bir bölmə varsa öyrənmək istədiyiniz ki, mən də ona haqqında məlumat toplayım, yaxud da maraqlı şəkildə video hazırlayım. O haqqında da, yəni şərhlərinizi, istəklərinizi bildirə bilərsiniz. Bu qədər.